Salam, mən vətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər, xoş gəldiniz, axşamınız xeyir olsun. Bugün 19 oktyabr 2025-ci ildir. Həftənin də bazar günü, istirahət günü, mən sizi o gün çalışacağım, yormayam. Amma bugün Respublikada gündəmi zəbt edən bir mövzu ilə bağlı bir danışmasaq olmaz. Buradan TikTok aləmizdə salam verirəm, nədənsə cəmi 29 nəfər izləyib, bilmirəm nə baş verib, yəqin TikTokda yenə də şikayət ediblər, nəsə məhdudlaşdırıblar, bağlayıblar, bilmirəm. Bizə qarşı adamlar ağırlı başlı, ayıqdılar da insanlar, maşallah, maşallah ayıqdılar. Dostlar, Ramiz Mehdiyevlə bağlı çox maraqlı proseslər gedir. 87 kişinin yaxası, yaşlı kişinin yaxasından yapışıblar, çəkmirlər. Bir şey diqqət edin, baxın siz, Ramiz Mehdiyevin hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərdən söhbət getmir. Bugün bu barədə 168.406 nəfər bu kişi ilə bu mövzunu müzakirə özü də bir məsuliyyət tələb edir və qürur verir insana. Mən bizə yeni qoşanlara xoş gəldin deyirəm və başladıq. Dostlar, diqqət eləyin, Ramiz Mehdiyevin haqqında istər iqtidar yönlü, istər müstəqil yazanların bir çoxu Ramiz Mehdiyevin hakimiyyətdə olduğu dövrdəki cinayətlərindən yazmırlar və xüsusilə də rəsmi dövlət orqanları, hakimiyyətin sifarişini icra edən saytlar, televiziyalar, onlar hamısı Ramiz Mehdiyevin sanki son 3-4 illik, yəni 2019-cu ildən sonraki fəaliyyəti ilə bağlı yazırlar. Sanki o hakimiyyətdə olanda mələk imiş, amma vəzifədən gedəndən sonra nəsə şuluq edibdir. Bunun səbəbini bilirsiniz nədir? Səbəb odur ki, İlham Əliyev gözəl başa düşür ki, hakimiyyətdə olduğu dövrdə Ramiz Mehdiyev nə cinayət törədibsə, hamısına Heydər Əliyev və İlham Əliyev şərikdir. Çünki onların bir yerdə bunu eləyib. Ya onların tapşırığını eləyib, ya da onların razılığı ilə və yaxud da susqunluğu ilə. Düzdürmü? Nəyə səhv desəm, xahiş edirəm, hamı orada yazsın ki, sən bunu yalan deyirsən, bu ağla batan fikir deyil. Çox xahiş edirəm hamınızdan. Bugün istəyirəm ki, bir ailə üzvü kimi səmimi danışaq, ölkədə nə baş verir. Çünki mən belə izləyirəm sosial şəbəkələri, xalqımız hələ də formalaşmayıb siyasi baxımdan. Hamı sevinir, güya ki, Ramiz Mehdiyevin həbsi ilə hər şey düzələcək. Və eynən tərtər işində olduğu kimi ortada bir həddən olsun sübut olmadan, məhkəmə qərarı olmadan hamı düşüb Ramiz Mehdiyev dövlət çevriş eləyib, nə bilim, Moskva buradan xəbər verdi, neynədir? Əvvəla Moskvadan gələn xəbərlə bağlı. Dostlar, yazı gəlirmi? Bu İlham Əliyev Yekaterinburg hadisələri ilə bağlı Rusiyaya, güya Putinə kəllə atmağa başlayanda mən nə dedim sizə? Dedim, onlar hamısı oyundur. Ehtiyatlı olun. Bu oyuna da qoşulmayın. İtirərsə, çox şey itirərsiniz. Amma İlham Əliyev ətrafı dəridən qabıqdan çıxırdılar. Siz inandırsınız ki, yox, biz düşməniyik, Putin bizim samolyota vurubdur, Putin mənim vətəndaşlarımı tutub orada öldürür, Yekaterinburgda mən onu gidib dağıdacağım. Bunda sual çıxır. Əgər İlham Əliyevlə Putin arasında doğrudan da bir ziddiyyət var idisə, onda indi bu cəmaatı belə ələ salıb deyirlər ki, Putinlə görüşənə deyib, Putin xəbər verib ki, səndə dövlət çevriş olacaqdır onun qarşısına. Belə, nə xoşbaxt olaram ki, mənim belə düşmənlərim olsun. Mənə qorusunlar çevrişlərdən, suiqəslərdən. Çox maraqlı belə şeylər. Xalqımız inanır, xalqımız hər şey inanır. Xalqımız həm inanır ki, Putinlə İlham Əliyev düşmən olublar. Xalqımız inanır ki, İlham Əliyev Putinin dərsin verir, neynəyir? Eyni zamanda xalqımız inanır ki,
güya İlham Əliyevə qarşı bir çeviriş olacaqmış, onu Putin xəbər verir. Xalq hamısı inanır. Hamısı çəpil çalalqı aşağı, irəli, vətən mədaya vardı, danışırlar. Bilmem, baxıram, özümə fikirləşirəm ki, ilahi, bu düşüncə ilə, bu təfəkkürlə biz azad ola bilərikmi? Bu xalqla mübarizə qalxmaq mümkündür? Bu toplumla irəli getmək olar, yoxsa yox? Siz necə fikirləşirsiniz? Çox istəyirəm, hamınız fikrini yazsın. Çox xahiş edirəm sizdən. Siz inanırsınız belə şeylərə? Ki, Putin xəbər veribdi ki, güya Ramiz Mehdi bir çeviriş planı hazırlayıb. Həm də o çeviriş planını güya Rusiya ilə razılaşdırmaq istəyirmiş. Hətta onlara deyibdi, özünün kadrları, nə bilim, güya dövlət müdafiə komitəsi yaradılacaq, keçid hökuməti qurulacaq, nəsə olacaq, bu da prezidentinə və s. danışırlar. Hamı da paylaşır, hamı da yayır, hamı şərh verir. Ama bir adam soruşmur ki, acaba əgər bunlar düşmən idilərsə, nə yaxşı Putin düşmən xəbər verir buna ki, səndə çeviriş olacaq. Bu məsələnin bir tərəfi. İkinci tərəfi, bilirsiniz ki, son 5 ildir xüsusilə intensiv olaraq bu barədə danışılır. Ramiz Mehdi vəzifədən çıxandan sonra daha çox bu barədə danışanlar peyda oldular. Ki, Ramiz Moskvanın adamıdır, Moskvanın agentidir, bir nəvi adamdır. Hətta Rusiyada, Azərbaycanda Rusiyanın maraqlarını birbaşa müdafiə edən və Türkiyənin əleyhinə, Avropanın əleyhinə güya planlar quran bir adamdır. Yaxşı onda belədirsə, əgər Moskvanın adamıdırsa və buna mənim şübhəm yoxdur, şəxsən Qurban Məmmədli olaraq, söhbət başqa şeydən gedir. Onda nəyə görə Putin xəbər verməlidir İlham Əliyevə ki, ay mənim düşmənim, ay mənə kəllə atan oğlan, Ramiz Mehdi mənlə birləşib səni yıxmaq istəyir. Sizcə bu ağla batan yoxsa yox? Necə fikirləşirsiniz? Çox çətin belə suallar çıxıb ortalığa, adam fikirləşir, bir yana çıxada bilmək ki, ölkədə nə baş verir. Üçüncü, ən vacibi dostlar, Ramiz Mehdiyev ilə bağlı bu baş verən hadisələr hakimiyyət və onun yandaş müxalifəti tərəfindən elə təbliğ olunmuş ki, belə xalqa, belə böyük ruh yüksəkliyi sanki Ramiz Mehdiyevin həbsi ilə Azərbaycanda hər şey düzələcək. Azərbaycanda daha əskər və zabitləri lom soxmayacaqlar. Azərbaycanda məhkəmələrdə rüşvət olmayacaq. Azərbaycanda qanun qayda olacaq. Azərbaycanda vilayət Eyvəzov piştonu belinə qoyub onu bunu hədələməyəcək. Polis orqanlarında insanları döyüb öldürməyəcəklər, zorlamayacaqlar. Rüşvət yığışacaq ölkədə. Belə bir ab-hava yaradırlar. Sanki bugünə qədər olan bütün bəlaların səbəbkarı Ramiz Mehdiyev imiş. Ramiz Mehdiyev və Səmətənlər 2019-cu ilin oktyabr ayında səhv eləmirəmsə vəzifədə uzaqlaşdırılıb. Yəni prezident aparatının rəhbəri vəzifəsindən kənarlaşdırılıb, artıq o dövlət idarəçiliyində əvvəlki o təsirini itirmişdi. Burada məni cəmiyyətimizin çox böyük problemi kimi milli mənəvi, insani, milli mənəvi söhbət gedir, ümumiyyətlə insani dəyərlərə zidd olan bir hal da mən müşahidə edirəm. O da nədir? Dünənə qədər Ramiz Mehdiyevə pərəstiş edənlər, məthiyə deyənlər bugün düşüblər Ramiz Mehdiyevin üstünü. Asıb kəsirlər. Mən istəyirəm cəmiyyətimiz belə şeylərə düzgün münasibət formalaşdırsın. Mən vəzifədə olarkən, yeyib dağıdarkən, sən əgər mənim əleyhimə danışmamısansa, mənim qarşımı kəsmək üçün, mənə ifşa eləmək üçün adım atmamısansa, mən ilişəndən sonra sənin danışmağın itin arxadan, belə də kiminsə arxada hülməyə kimi bir şeydir. Boş şeydir. Kim çatır? İtin arxadan hülməyə kimi bir şeydir. Onun bir mənası adı yoxdur. Əksinə, o hürən var ha. Hürən də alçaqla ləhəqəssiz adamdır. Niyə? Çünki mən Qurban Məmmədli olaraq məhz danışdığıma görə, məhz hakimiyyətdə olanların Ramiz Mehdidə başda olmağına,
cinayətlərini ifşa etdiyimə görə həbs olunmuşam. Bir dəfə Ayazın vaxtında eyni metodla, 2 dəfə bir dəfə Heydərin və bir oğlunun tərəfindən. Mən onların sağlığında yazmışam, demişəm özə, kəskin demişəm, mən həbs ediblər. Bu binamız qədələr, deməli, onlarla bərabər, onlara məhtiyə deyə, onların süfrəsinin qırıntıları ilə bəsləniblər. Ələlə verib mənim xalqımı istismar ediblər. İndi biri yıxılıbdır, başlayıblar güya ki, bu sənin təmiz adamdır özü. Onun əleyhini danışır. Cəmiyyət belə olmamalıdır. Xalq belə ola bilməz. Bu əxlaqsızlıqdır. Və xalq da belə, yenə deyirəm, belə eyfariya halına düşübdür ki, güya o Naxçıvanda Vasif Talıbovu çıxardanda millətlə sevinirdi ki, mən buradan bilirəm ki, xeyli Naxçıvanı bizə tamaşa edir. Mən çox xahiş edirəm. Naxçıvanda vəziyyətdən tənədir. Vasif Talıbov işdən çıxarıldı. Xalqlı olaraq çıxarıldı. Vasif çıxarılmalıydı. Çünki Vasif Talıbovun vaxtında Azərbaycanda, Naxçıvanda xüsusilə insanlara qan udurublar. Amma ondan sonra, necə o çıxardılan sonra düzəldi mi vəziyyət? Xahiş edirəm, Naxçıvana yazınmıram. Düzəlib yoxsa yox? Yox. Əksinə tam ağırlaşıb. Yenə Vasif Talıbovun vaxtında nə qədər qanunsuz olursa olsun bir qayda qanun var idi. Hətta diktatorların özbaşınalığın özünün bir nizamı var idi. Hamı bilirdi ki, bu məsələdə bu belə davranılacaq. Bunu hamı əvvəldən bilirdi ki, 6-cı bazar günü gəldisə, müəllimlər, həkimlər sürü kimi aparacaqlar kütlələri süpürməyə, magistralların qırağını təmizləmək iməzəlikdir. Bunu hamı bilir əvvəlcədən. İndi amma Naxçıvanda o da yoxdur. Dərəbəylikdir, özbaşınalıqdır. Bu dediklərindən çıxardığımız nəticə nə olmalıdır? Nədir nəticə? Nəticə ondan ibarətdir ki, Ramiz Mehdiyevin 2019-cu ildə vəzifədən uzaqlaşdırıldığından sonra, Vasif Talıbovun Naxçıvanda vəzifədən uzaqlaşdırıldığından sonra vəziyyətin daha da ağırlaşması onu sübut edir ki, ölkədəki vəziyyət Ramiz Mehdiyevlə Naxçıvandakı vəziyyət Vasif Talıbovla təkcə bağlı olmayıb. Səhv demirəm. Deməli, başqa bir səbəb var. O səbəb həm yerində qalıb, həm də həyasızlaşıb, güclənib. Və nədir səbəb? Mehriban Əliyeva ilə İlham Əliyev. Bu ailə necə ki hakimiyyətdədir, bu əxlaq necə ki hakimiyyətdədir, bu tərbiyəsizlik necə ki hakimiyyətdədir. İstən Ramiz Mehdiyev qoy, istən Qurban Məmmədli qoy, istən səni qoy, fərqi yoxdur, evə davam edəcək. Təbii ki, qanunsuz göstərişləri icra edən hər bir məmur mütləq cəzalanmalıdır. Ramiz Mehdiyev də başda olmağını, o cümlədə. Amma bu adamlar çalışırlar sanki cəmiyyətə belə ab-hava yaratsınlar ki, sən demə Heydər Əliyev mələkmiş, İlham mələkmiş, Mehdiyev ümumiyyətlə qanadlı mələkmiş. Sən də hər şeylə Ramiz Mehdiyevlə hansısa bir məmurdur. Yox, belə şey yoxdur. Əslən vətənlər, diqqətli olun bu şeylərdə. Bu dövlətçiliyə zidd indi başlayan hadisələr, dövlətçiliyin heç əlaqəsi yoxdur. Bu mafiyalar arası əmlak üzərində gedən qırğın qiyamətdir. Və millətin başını qatmaq üçün süni gündəm yaratmaqdır. Mən indi buradan bəyan edirəm, əgər doğrudan da Ramiz Mehdiyevin haqqında bu adamlar ciddi görmək istəyirlərsə, və mən açıq deyim, müşahidələrin huşunəs kimi göstərir ki, Ramiz Mehdiyevin əleyhinə bunlar ya əvvəlcədən Ramizin özünün iştirakı ilə oyun qurublar, millətin başını qatmaq üçün, ya da Ramiz Mehdiyevin əleyhinə hakimiyyətin əlində ciddi sübut yoxdur. Hətta dünən nə desəm, gecədə eşitdim ki, elan verirlər ki, kim deyir Ramiz Mehdiyevindən əlbir olub, özü gəlsin, könüllü cavab təhvil versin. Gəlsin, əməkdaşlıq versin istindağına. Belə şey olmur. Demək, bunların sübut sadı yoxdur. Sübut yoxdur. Sübut olmadığına görə də bunlar özlərini belə aparırlar. Yalandan sözlə, lələ deyim. Bu dövlət çevrilişi adi bir məsələ deyil ki, o gün dedik, Ramiz Mehdiyev dursun, bunu tək başına, ya Qurban kimsə bunu tək başına eləsin. Yox, bunun ətrafı olmalıdır. Yox.